Stres elə bir hadisədir ki, biz bununla mübarizə aparmaq yerinə, bununla belə deyim, davaya çıxmaq yerinə, bununla bir uzlaşma tapmalıyıq. Bir yola getməyin formulunu tapmalıyıq. Bəs necə tapaq uzlaşma yolunu? Necə ondan yola getməyə çalışaq? Kimi əylənməni sevir? Deyir ki, stres atıram. Stressdən uzaq dururam, ya stres atıram sözü də artıq dilimizdə var. Və yaxud da ki, bəziləri kinoya gedir və yaxud da ki, kitab oxuyub stresimə qalib gəlirəm deyənlər var. Bunlar özlərini mi aldadır? Bir çoxu özünü aldadır. Stres xüsusi bir şeydir Zümrüd xanım. Gəlin bunu bilsinlər ki, insanlar. Ki sonra bilsinlər kim özünü aldadır, aldatmır, özü artıq qərar versin, biz deyən verik. Çünki psixoloq necə ki demir boşan, necə ki deyə bilməz ki boşan, deyə də bilməz ki qal ilə ailəni dağıtma. Psixoloq neytral qayda verir, insan özü seçir. Stres gərginlik deməkdir. Amma boynum gərgin oldu, çiynim, günüm gərgin keçib aşı. Bu deyil. Bu stresin ilk kiçik siqnallarıdır. Kiçik. Bunlar olmalıdır. Bunlar olmasa insanın dinamikası həyatda sönər. Kiçik stresslər bizə dinamika verir həyatda. Bu standart bir anlayışdır. Hamısı da psixologiyada tək transpersonal deyir. Tək bədən yönlü psixoterapiyada deyil. Stres gərginlikdir, dərinləşmiş və çox şahəli bir gərginlikdir. İnsanın əzələlərinə, vətərlərinə, oynaqlarına yerləşir. Sonra orqanlarına, sonra da stres subşəxsiyyətləşir.